mən də mükəmməl yoga eləməyi bacarmıram. Mən də telefon arxasından öyrənib bir şeylər çatdırmağa çalışıram. Amma Instagram İsmailova sizinlə yoga seriyası eləyəcəm. Hansı ki, heç vaxt həyatda yoga eləməyib. Evdən xanımdır, başqa işi falan yoxdur. Yoga eləmək istəyir, amma qorxur ki, çox çətindir, o bunu eləyə bilməz. Əsasən bu video onlar üçün hazırlamışım. Mən sizə ən asad versiyada yoga necə eləyə bilərik. Mənə də baxa bilərsiniz ki, mən də üstbək bu videonu bir həftə edəcəksiniz. Bu yoga başlanğıc seriyasının ilk videosu olacaq və sizə iyi seyirlər diləyirəm. Siz yanınıza qoyarsınız, çünki ilk dəfə adam eləyəndə çox həyəcan. Yoga eləmək üçün vacib deyil ki, sizin yoga paltarınız, matınız, mənimki elə mükəmməl deyil. İlk dəfə eləyəndə paltarım belə yox idi. İndi rahat şəkildə otururuq, omurgamızı düz tuturuq. Omurga üstümüzü dimdik eləyirik. O çiyinlərimizi aşağı eləyirik, boynumuzu yuxarı qaldırırıq. Dimdik dayanırıq. Əllərimi üçün dizimə qoyuram. Gözlərimizi yumuruq. Burnumuzda dərin nəfəs alırıq. Əllərimizi bu şəkildə qoyuruq. Baş işarə parmağını qoyuruq. Açırıq bu şəkildə. Dərin bir nəfəs alırıq. Burnumuzdan dərin nəfəsi alırıq. Yavaş-yavaş nəfəsi veririk. Nəfəs alırıq. Burnumuza yenidən nəfəsi qaytarırıq. Beyninizdən heç bir şey keçməməyə çalışın. Kəmərdən gələn səslər heç birinin sənin mane olmağına icazə vermir. Nəfəs alanda çiyinlərimizi yuxarı qaldırırıq. Nəfəsimizi verib buraxırıq. Aldığımız nəfəsini omuzu qaldırırıq. Bir dəfə çiynimizi buraxırıq. Aldığımız qaldırırıq və bir də buraxırıq. Axırıncı dəfə alırıq və nəfəsimizi buraxırıq. Nəfəs alaraq başımızı geriyə doğru buraxırıq. İndi nəfəsimizi verəndə havaya gəlirik. Nəfəs alaraq başımızı qaldırırıq. Nəfəsimizi verəndə çənəmizi, boynumuzu daha yavaşdırırıq. İndi başımızı soldan sağa doğru nəfəs alaraq fırladacağım. Nəfəsimizi verəndə başımız qabağa gəlir. Nəfəsimizi alırıq, buraxırıq. Nəfəsimizi alır, başımızı qaldırırıq. Nəfəs alırıq, veririk. Gözlərimizi açırıq. Gözlərimizi açırıq. Əllərimizi tərpətməyə başlayırıq. Nəfəs alırıq. Əllərimizi yuxarıya doğru qaldırırıq. Verdiğimiz nəfəsdə əlimizi ürəyimiz üstə gətiririk. Bir də nəfəs alırıq, əlimizi açmırıq amma. Nəfəsimiz verəndə əlimizi aşağı edirik. Bir də nəfəsimizi alırıq. Nəfəsimizi verib gətiririk aşağıya. İndi əllərimizi qabağa gələcək yavaş-yavaş. Elə eləyin ki, yanlarımız yerdən qalxmasın.
Gedə bildiyiniz nöqtədir. Özünüzü zorlamayın. İndi yavaş-yavaş bədənimizin sağına doğru yavaş-yavaş gedirik. Baxın bu şəkildə. Ən son gedə bildiyiniz nöqtədə sol əlinizi sağ əlinizin üzərinə qoyuruq. 3 nəfəs alırıq. 1 2 3 Nəfəsimizi verərək gəlirik yenidən ortaya. İndi bədənimizin soluna doğru getməyə başlayırıq. Sağ qoyuruq, üstə sol əlimizə sağı qoyuruq. 3 nəfəs alırıq. 1 2 və son nəfəs al. 3 gəlirik ortaya yenidən. Yavaş-yavaş geri formaya qaydırıq. Dizlərimizin üzərində gələcəyik. 4 ayaq pozisiyasına gəlirik. Əl biləkləri tam çiynimizin altında. Bu stop pozisyonu. Nəfəs alacaq. Başımızı yuxarıya, qarnımızı aşağıya. Baxın. Verəndə qarnımızı içəri çəkəcəyik və bu şəkildə pişik pozisiyasına gəlirik. Nəfəs alırıq. Kedi. Bu inək pozisiyasıdır. Bu da pişik pozisiyasıdır. Belimizi yuxarı qaldırırıq. Aldıq nəfəs. Al nəfəs. Gəlirik. Sağ ayağımızı matımızın altına qoyuruq. Yəni, baxın, ayağımızı bu şəkildə arxaya doğru yerləşdirmək. Sonra indi qaldırırıq. Nəfəs alanda aşağıya, nəfəs qaldıranda yuxarıya. Nəfəs alırıq, veririk nəfəsimizi. Və nəfəs alırıq, sol qolumuzu qaldırırıq yuxarıya doğru. Verdiyimiz nəfəslə əlini yerinə qaytarırıq. Dizimizi yan-yana gətiririk. Sol əl bəyaz kimi masanın arxasına qoyuruq. Aşağı doğru itiririk. Yerə yapışdırmağa çalışırıq, yaxşıca. Nəfəs alırıq. Verdiyimiz nəfəsdən bir qabağa gəlirik. Al nəfəs arxadayıq. Ver nəfəs qabaqdayıq. Al. Ayağımızı daha yaxşı arxaya eləyirik. Verdiyimizi qabağa gəlirik. Nəfəs alırıq, sağ əlimizi qaldırırıq, və göy üzə baxırıq, yəni patolka. Bir nəfəslə əlimizi aşağı edirik. Ayaq qoruq taxırıq. Baxın, indi köpək pozisiyasını keçirik. Bu şəkildə qaldırırıq. Dizimizi bükürük. Əsas odur ki, bu şəkildə dayanasınız. Onurğa düz olsun. Sonra ayağınızı düzəldə bilərsiniz. Aşağı baxan köpək pozisiyası. Çalışın qulaqlarınız qollarınıza aralı dayansın. Onda daha düz olacaq onurğamız. Nəfəs alırıq. Nəfəsimizi veririk. Nəfəsimizi verin, yavaş-yavaş əllərimiz yana doğru gəlirik. Qarnımızı ayağımıza doğru yapışdırırıq. Əllərimizin ortasını yerə yapışdırırıq. Burada olanda əllərimizi, dirsəklərimizi tuturuq. Başımızı qoyuruq. Nəfəs alırıq. Nəfəs alırıq, dururuq. Buraxırıq. Nəfəs al, dur, burax. İndi bunu tez edirik. Bədənin tez açılsın. Tez-tez bu şəkildə edirik. Nəfəs al, bırax.
İndi əllərimizi buraxırıq. Əllərimizi ayağımızın altına qoyuruq. Eləyə bilənlər eləsin. Eləyə bilməyənlər əlləri aşağı qoysun. Qollarımızı açırıq. Bu şəkildə. Üst bədənimizi aşağı doğru çəkirik. İndi təkrar. Əllərimizi buradan çıxardırıq. Matın üstünə qoyuruq. Nəfəs alaraq bədənimizi qaldırırıq. Sonra nəfəsimizi verəndə əlimizi yox aşağı qoyuruq. Yenə nəfəs alıb qalxırıq. Sonra yavaş-yavaş tam qalxırıq. Daha duruşu versiyasına gəldik. Ay, qulaqçığım çıxdı. Neyse. İndi çiynlərimizi aşağıya, belimizi bu şəkildə düzəldirik. Əllərimizi açıb aşağıya doğru, ayaqlarımızı azca aralı qoyuruq. Sanki əllərinizi siz kimsə aşağıya, başınızı yuxarıya kimsə çəkir bu şəkildə dayandırır. Nəfəs alırıq. Nəfəs veririk. Burnumuzdan alıb, burnumuzdan veririk. İndi əlimizi qolumuzu rahat bırakırıq. Hazırsanız başlayırıq. Sağ ayaq biləyimizi solun üstünə qoyuruq. Bura qoyuruq. Bükę bildiyiniz qədər bükę bilərsiniz. Eləyə bilənlər bunu bu şəkildə eləsinlər. 3 nəfəs alacaq. 1 2 və axırıncını alırıq. 3. Baxın, rahat şəkildə düşürük. Əlinizi belə eləyib, o heyecanınızı bırakırsınız. İndi gəlirik ikinciyə. Yenə qoyuruq bura. Bu şəkildə əlinizi ürəyinizin ortasında namaste versiyasını gətirib və ayaqlarınızı bu formada eləyin. Yavaş-yavaş gəlirik. Üstünə qoyuruq və 3 nəfəs alırıq. İndi nəfəs alın verək. 1 2 və 3-cü. Və 3. Yavaş-yavaş ayağımızı aşağı qoyup ayağımızı rahatlaşdırırıq. Yenə gəlirik matın qabağına. Nəfəs alaraq əllərimizi yuxarıya doğru qaldırıb sinəmizi açırıq. Verdiğimiz nəfəslə yavaş-yavaş arxaya gəlirik. Dost qabağa gəlirik. Əllərimizi matın üstünə qoyuruq və nəfəs alırıq. Əllərimizi qaldırırıq bu şəkildə. Nəfəs verəndə qoyuruq. Sağ ayağımızı yerə qoyuruq. Ayağımızı üstündə qoyuruq və bu formada dayanırıq. Əllərimizi qaldırırıq. Çiynlərimizi arxada sanki bir yapışırmışcasına eləyirik. Qaldırırıq qolumuzu bu qədər. Çalışın dizinizlə biləyiniz eyni üst-üstə olsun. Nəfəs alırıq. Arxaya nəfəsi verəndə əllərimizi qabağa. Sonra ayağımızı qaldırırıq, dizimizi qaldırırıq və sol ayağımızı arxaya enirik. Bu mat pozisiyasıdır. Çətindir amma öyrəşəcəksiniz. Sonra ayaqla dizlərimizi yerə qoyuruq. Sonra sinəmizi qoyuruq. Çənəmizi və sürünləri yuxarı doğru qaldırırıq. Nəfəsimizi veririk. İndi ayaqlarımızın burasını qoyuruq, qaldırırıq. Aşağı baxan köpək versiyasına. Əsasən öyrətdiyim kimi dizinizi aşağı edirik. Əlləri aşağı, onurğa düz, qulaqlar qollarından uzaqda. Sonra ayağınızı qaldıra bilərsiniz. Qaldıra bildiyiniz qədər. Əsas onurğamızın düzdə yanmalıdır. Sağ ayağımızı qabağa gətiririk. Sol ayağımızı bəyəş kimi belə bu şəkildə qoyuruq. Dizimiz, dirsəyimiz, yəni nə deyirlər bu? Topuğumuz eyni yerdədir. Qollarımızı yuxarı qaldırırıq. Əllərimizi yerə qoyuruq. Ayağımızı qoyuruq, qaldırdıq. Bu ayağımızı yerə arxaya atırıq. Dizlərimizi qoyduq. Bu şəkildə uşaq pozisiyasını keçirik. Və dincəlirik. Qollarımızı qabağa doğru çəkməyə çalışırıq. Nəfəs alıb veririk.
Nəfəsizi dinləyin. Sanki okean səsi çıxacaq nəfəsinizdə. Əllərimizin üzərinə gəlirik. Sonra bağda sesini keçirik. Bağda kimi oturuq. Ne edirik? Ayak tabanlarımızı birbirine birleştiririk. Tabağa koyuyoruz. Uzandırırıq. Ve ayaklarımızı bu şekilde eləyirik. Qollarımızı da arkaya doğru aparırıq. Dayanırıq. Nəfəs alanda qollarımızı arkaya doğru uzatmaya çalışırıq. Nəfəs üzərini bırakırıq. Nəfəs alanda yukarıya doğru qollarımızı çəkirik. Verdiğimiz nəfəsi bırakırıq. Al nəfəs yukarıya. Verirsə dayanırıq. Bıraxdıq. İki dizimi yanaş gətiririk. İki dizimi qarnımızı doğru çəkirik. Sanki dizimizi, qarnımızı böyle möhkəmlə çəkirik. Eğer boynuzda bir problem yoksa qabağa doğru bu şekilde tutabilirsiniz. Bıraktığınız başınızı qollarımızı iki tərəfə açırıq. Dizimizi 90 dərəcə saxlayırıq. Çiynlərimizi yerə yapışdırırıq. Çarşaf yuxarıya qalxmasın. Başımız yuxarıya doğru baxır. Əvvəldə sağ tərəfə doğru belə qoyuruq. Belimiz eğilmeye örgəsin diye bu şekilde birinci eləyirik. Sonra yukarıya kaldırdık dizimizi. Sağ ayağımızı sol diz qafamızı çəkirik. Bu şekilde çalışıp çəkirsiniz üzü doğru. Bu şekilde. Bacaracaksınız. Ayak değiştiririk. Sonra taxtı özümü doğru çəkməyə başlayıram. Ayak kollarım. Çəkirəm. Bıraxıram. İki ayağımı da matın üzerine koyuyorum. Əllərimiz göyə doğru baxır. Nəfəs alırıq. Bədənimizi artıq sərbəst bıraxırıq. Sanki bütün bədənimizin yükü matın üzerine bıraxırıq. Nəfəs alırıq. Sakitləşək. Nəfəs alıb oksigen tamamını çəkin. Pozitiv enerji bədəninizdə olsun. Nəfəsi verəndə bədəninizdə narahatlıq varsa hamısını bıraxırıq. Nəfəs alırıq. Nəfəs pozitiv enerjilə çəkirik. Negativ enerjiləri bıraxırıq. Ovucularında əmələ gələn enerjini hiss edilməyə başlar. Saçındakı, başındakı, bədənində rahatlamanı hiss elə. Və bacardığın bunu elədir və sonunda o yaxınlaşırsın. Özə təşəkkür edər. Özə bədənə təşəkkür edər. Hər hərəkət edebildiyiiniz özə təşəkkür edər. Nəfəs aldı, qolları geri doğru. Nəfəs verəndə dizləri qara doğru çəkirik. İstədiyi bədəni bir dəfə doğru şəkil edelim.
Ana qarın depressiyaya gəlib çıxırıq. 3 nəfəs alırıq. 1 2 və 3. Əlimizə dəstək alırıq. Benim qalxırıq. Hep bağdaş formasında oturuyoruz. Keyifler burnum, nefes almıram, üzüllü sayım. Ələm dizimizi üstələ qoyuruq. Bədənimizə də heç nə bilir. Sadəcə baxın, ilk öncə necə oturmuşduq, ilk başlayanda, indi necə oturmuşuq. Bədənimdə olan dəyişikliyi hiss elə. Nəfəsi alanda qollar yuxarıya qaldır. Bütün oksigeni avuçların içərisində birləşdir. Nəfəsi verəndə əlləri aşağıya doğru apar. Namaste. Özünüzü bu dəyərli zamanı ayırdığınız üçün ilk öncə sizə təşəkkür edirəm. Özünüzə təşəkkür edin. Mənimlə bərabər bu videonu sona qədər izlədiyiniz və elədiyiniz üçün hamınızı öpürəm. Daha da böyük, daha da gözəl programlara gəlib çıxacaq.